Salam Pərviz bəy. Salam Vüsal bəy, necəsiniz? Sağ olun, mən yaxşıyam. Şad oldum sizinlə tanış olmağa. Bura elit ərazidir, yola da çox yaxındır və gözəl mənzərəsi olan bir yerdir. Bura nəzərdə tutulub ki, burada 2-3, bəzən 4 maşın girir bu həyətin bu hissəsinə. Solda burada evin kombisi quraşdırılıb. Onu yəni qazla işləyir deyənə bilərəkdən evdən biraz aralı eləmişik. Nə qədər olmasa indi qazla işləyir də faktiki olaraq. Mən o vaxtı bu evi alanda bu şeylərin hamısını nəzərə almışam əslində. Birincisi, istəmirdim çox yola yaxın olsun ki, səs-küy olsun. İkincisi də çox uzaq olsun ki, qonaq qada kimsə gəlib eləyəndə əziyyətlə tapsın. Bu evin yuxarıda əsas yataq otağının həm də böyük bir balkonu var. O yüzden o vaxtı bu evi seçəndə bir 25-30 evə baxandan sonra buranı seçmişəm. Pərviz bəy, çox gözəl mənzərəsi var. Onu bilirəm ki, bu evin hər yerindən, həyətin istənilən yerindən dəniz görsənir. O bizim üçün çox önəmli idi. Biz o evlərə baxanda onun hamısını nəzərə almışıq. Bir var evdə yuxarı ikinci mərtəbədən hər yana baxasınız. Bu həyət bir neçə hissədən ibarətdir. Ən aşağı hissədən belə dəniz görsənir. Burada yaz girəndən düz yaya qədər elə səhər-səhər çox vaxtı quşların səsindən oyanırıq biz. Bu ərazidə yaşayan adamların da çox elə təbiətə bağlıdır deyənə, havası da burada. Yəni heç kim həyətdə bir nəsə bir şey yandırsın, eləsin. Yəni heç bir his falan izadı da olmur. Pərviz bəy, bu ev neçənci ildə inşa olunub? Evin inşası 2012'də bitib, indi təmiri tam olaraq nə vaxt bitib bilmirəm. Biz özümüz 3-4 ildir burada yaşayırıq. Elə o vaxt almışıq buranı. Bizim nə xoşumuza gəlməyib, bunların ya rəngini, yəni kosmetik təmir eləmişik, ya da ki, köklü təmir eləmişik. Hovuzun ölçüləri 5-in 10'adır. Yəni onun səhv eləmirəmsə 2 əsas, bir dənə də əlavə motoru var. O əlavə motor da onun üçün nəzərdə tutulub ki, birdən biri yansa, üçüncüsü qoşulsun. Yəni biz onu adətən ayrı saxlayırıq. Deyirlər sistemə bağlamayın. Yəni belədir burada. Hovuzun bir tərəfdə dərinliyi 1.60-dır, digər tərəfdən dərinliyi 2.20-dir. İndi o vaxt dedilər biraz dərində olur falan. Biz də indi hamı üzə bilir deyənə daha ona görə biz hovuza görə narahat olmadıq. Evi mən alanda həyətdə stadion var idi. Ömrümüzün sonuna qədər həmişə fikirləşirik ki, yaxşı ya da pis nə bilim bir topun dalınca qaçaq. Burada stadion həm futbol meydançası var, həm də basketbol səbəti düzəldi bu vaxtı. Bunu yəni ilk inşa edən adam. Stadionun üzü də süni ot deyirlər, nə deyirlər ona? Süni ot örtüyü. Hə, süni. Əvvəl desən təbii eləmək istəyiblər, sonra görüblər ki, o tez sıradan çıxır, süni eləyiblər. Bu arada o stadionun elə bir sol tinində orada aşağıdakı o tikili ki var, onun altında səhv eləmirəmsə 33 kilovatlıq yanacaqla işləyən generator var. Yəni düzdür, indi işıq son vaxtlar sönmür. Mən burada olandan bu 3 ilə ya 3 dəfə sönüb ya sönməyib. Amma birdən olur da indi qonaq falan hər hansı bir force majeure halda işıq sönsə bu generatorla bu evi tam işıqla təmin etmək olur. Ondan başqa da evin altında 50 kilovatlıq stabilizator var. İndi ona transformator deyən də var, stabilizator da var. Yəni evdə həmişə işıq 220 volt gərginlik olur. Yəni digər texniki vasitələr, televizor, xaladenik falan bu şeylər yanma və yaxud şey problemi olmayacaq. Həm də burada o vaxtı seçim eləyəndə bu dayanacaq yoxdur, Novxanın dayanacağı. Bunu da nəzərə aldım ki, mən elə çox da o şey həvəskar deyiləm, elə hər yerə maşınla gedəsən. Biz bu dayanacaqdan bəzən minirik qatara, bura müasir qatar işləyir. Adı da deyəsən Stadlerdir. O düz 28'ə qədər bütün vağzallardan keçir. Buradan 28 artısa 40 dəqiqəyə falan bu ərazidə çatır. Bəli, sürətli qatarlardır. 35-40 dəqiqəyə 28 maya çatır. Bəli, plus tək 28 deyildi. İndi bəzən məsələn Əzizbəyova tərəf gedəndə ora Bakıxanov stansiyası, Sabunçu bilmirəm, onlar fərqlidir yoxsa eynidir. Buradan keçir. Bir də stadiondan aşağıda həm də bağ var burada. O bağda da elə cürbəcür meyvələr falanlar, elə məndən qabaqçılar əkiblər. Mən də vaxtı-vaxtında onun qulluğunu eləyirəm. Orada şey su sistemi var bizdə, damcı su sistemi. Yayda ondan istifadə edirik. Bəzən də indi mən ya həyətə baxan bağban var, onu suvarır o ağacları. Bir də orada güşə var, ona söhbətgah deyirlər, güşə deyirlər. O köhnə, çox köhnə qədim stildə tikilib. Bizdə həm müasir stildə oturub söhbətgah var, həm də o köhnə stildə. Orada çay daşlarının dizaynında düzəldilib burada hər şey. Balaca belə orta gölməçə də var. Körpü də var. Körpü də var, bəli. Hamısı elə bir ki, o köhnə stildə düzəldilib. Bir də baseyn olan ərazidə də, baseynin yanında da ayrıca bir otaq var. Oranda hamam tualeti var, o da ayrıca. O nəzərdə tutulub ki, baseynə aid olan əşyaları, yəni üstünə uzandığımız lijanka, yay mebelləri, hansı ki, amma orada istifadə üçün yararlıdır. Yəni yayda oradan lazım olsa hətta yatmaq da olur orada.
Bir də biz burada gələndə burada yay mətbəxi açıq idi. Yəni belə açıq, qabağı şüşəli falan değildi. Sonradan indi bu müasir son 3-5 ildə zətdə belə gördüm ki, mən bəzi yerlərdə elə ya videolarda görmüşəm, ya reallıqlardakı divarı bütöv şüşə eləyirlər. O çöldə qar yağanda ayrı bir zövq verir. Gündüz yaşıllıq olanda ayrı bir zövq verir. Axşam da pərdələri bağlayırsan, elə bir ümumiyyətlə şüşə yoxdur orada. Ümumiyyətlə burada hərdən bir ildə 2-3 dəfə belə tufan yağışları olur. Yəni həmin vaxtı burada oturub çölə baxmağın da ayrıca bir ləzzəti var. Amma ən maraqlısı şeydir, burada biz çöldə kebab edirik, tutaq ki mangalda. Mangalımız da mobildir. Yəni onu hara istəyirik dartıb aparırıq da, belə təkərin üstündədir. O elə bir ki, burada içəridə oturursan, çöldə də görürsən ki, orada kimsə mangalda elə qarın üstündə peç, ocaq qalıyıb, ocaqda nəsə bişirir. Elə özüm bişirirəm çox vaxtı. Ya da indi qohumlardan kimsə kömək eləyir və yaxud da ki, çox qonaq olanda aşpaz çağırırıq. Bu arada bu söhbətgah deyirlər bizdə, bu sözü də təzə öyrənmişəm, biz bisetka deyirik. Bunu Seaside dizayner şirkəti dizayn edib. Burada bütün materiallar xüsusi qaydada seçilir. Materialları da bizim bu işdən bir başı çıxan adamımız var, onlar seçiblər. Demək olar ki, bütün o divar və yer daşların hamısı İspaniya istehsalıdır. Bu şüşələri də, şüşə deyəndə bunlar buna deyirlər HB, ŞB nəsə bir sistem deyirlər. Profillərdə ən maksimum qalınlıqdır, həm də şüşələr. Bunun hündürlüyü hardasa bir 2 metr 40 santimetr olmalıdır. Amma ümumiyyətlə bu söhbətgahın hündürlüyü 3 metr 50 santimetrdir. Yəni burada elə bir şey düzəltmiş ki, yəni hər şey olsun da içəridə. Sən bütün gün bunun içində qala bilərsən. Hətta yuxun gəlsə uzandın, yatdın bu divanda. Burada xüsusi qonaq otağı stolu seçildi bu vaxtı. Yer istif oldu. Bu arada o vaxtı da elə mən bunun kombisini ayrı eləmişəm, ayrı qoyulub bunun kombisi. Çöldədir o da yenə də. Vüsal bəy, indi baxın evə daxil olaq. Burada bu bizim böyük elə bir ki, buna deyirlər, prixoji deyirlər rus dilində. Biz ayaqqabı çıxardan yer. Hol deyək. Burada nə qədər istəsəz paltar, digər vasitələr yığmağa yer var. Elə o vaxt düşündük ki, hamam tualetin biri burada olsun. Bəzən olur həyətdə uşaqlar oynayanda eləyəndə da bir də taptalaya hər yeri taptalayıb hamam tualetə girməsin. Ondan sonra gəlib keçirik bura. Bu bizim qonaq otağı. Biz bura qonaq otağı deyirik. Bunu alanda elə bu belə idi da mən bunu dəyişmədim. Fikirləşdim ki, bunu çox ağıllı fikirləşiblər ki, yəni o qədər də şey deyil. Yəni kuxuna aralı olanda hər dəfə qalx, düş, gətir, apar. Burada bu qonaq otağı görürsünüz. Buradan da bu evin istənilən yerində bayaq dedim. Hətta həyətin istənilən yerdə dəniz görsənir. Bu qonaq otağında da stolda oturanda bu görürsünüz elə bir dəniz ayağınızın altındadır. Bura bizim qonaq otağımızdır. Burada divan, kreslo, sonra burada böyük bir televizor qoymuşuq. Düzdür o televizorda elə ancaq uşaqlar PlayStation-da oynayır. Sony PlayStation var burada. Sonra bu küncdə bir balaca bar deyirlər. İçki və yaxud içki üçün lazım olan qablar yığılıb. Sonra burada bir küncdə kamin var. Bu kamin elə bir həm qazla işləyir, həm odunla. Mən adətən qazı yandırıram, odunu qoyuram, odun alışdı, sonra qazı söndürürəm. Çünki odunun xüsusi bir iyi var, o adama xoş gəlir. Yəni hər qışda demək olar ki, hər dəfə bura gələndə bir-iki qucaq burada odun yandırırıq. Qalxırıq yuxarı. Burada yuxarıda da deməli əvvəlcədən burada 3 yataq otağı nəzərdə tutulub, sonradan nəyəsə görə bölüb bunu 4 eləyiblər. Bu birinci yataq otağıdır. Əsasən qonaqlar, kimsə qonaq olanda burada yatır. Bundan sonra balaca bir yataq otağıdır. Uşaq yata bilər. Ondan sonra böyük bir yataq otağıdır. Orada çoxlu mebel falan var. İndi oxuyan uşaq falan varsa evdə. Burada kitablar üçün şkaf var, ayrıca şifaner var. Sonra gəlir burada ayrıca bir də hamam tualet var, hansı ki bu böyük yataq otağına aiddir. Sonradan bura gəlir bu böyük yataq otağı. Böyük yataq otağı özü səhv eləmirəmsə 25 kvadrat olmalıdır. Yəni nəzərdə tutulan qədər böyükdür bura. Burada da böyük, hər iki tərəfdə böyük bir pəncərələri var. Bunun biri biz balkon deyirik, eyvan. Eyvana çıxır. O eyvanda da hərdən bir biz çox isti olmayanda və ya çox soyuq olmayanda orada kofe, çay, səhər tezdən oturub içirik. Oradan da demək olar Novxanın hər yanı görsənir. Yəni həm həyət hündürdür, həm də nəzərə alsınız ki, burada demək olar ki 3 mərtəbə hündürlükündədir. Yəni hər yan görsənir burada. Bu pilləkən aşağı düşür. Elə bu ev 2 mərtəbədir, amma bunun qabaq tərəfi biraz hündürdür deyəndə biz orada biz deyəndə ki, hər dəfə biz deyirəm.
Yəni bizdə qabağımı tikən adam burada nəzərdə tutdu. Burada tam hər şey daxil sauna var. Saunanın içində duş kabini var, saunanın özü var. Yəni ona finski sauna deyirlər bildiyim. Yəni par saunası deyil. Onun öz qabağında istirahət yeri var. İstirahət yerinin qabağında dəridən çox böyük divan var. Hətta biz qışda bəzən o baseyni yandırırdıq, işlədirdik onu. Bu saunadan çıxıb özümüzü atırdıq orada soyuq suya. Bu arada bu baseynin özünün ayrıca boileri var. Yəni qışda kimsə istəsə baseyni isitmək də olur. Düzdür, biz bu il heç ondan istifadə eləməmişik. Amma yəni istifadə eləmək olur ondan. İndi Pərviz bəy, kommunal xidmətlər haqqında da məlumat verin. Kommunal xidmətlər burada baxır sizin elə bir nəyə, necə yanaşmanızdan. Su pulu qışda, yayda bizdə eynidir. Bağlara aid olduğuna görə standart bir ödənişi var. İşıq 50 manata çatmır onun işıq qışda, qışda. Yayda isə təbii ki bu evdə, hətta saunada da kondisioner var. Evdə 5-7 kondisioner var. Hamısını yandırsaz, o bir 150-200 manat işıq pulu yazır. Amma biz elə yayda da ancaq burada olduğumuzdan onları yandırmırıq da. Ancaq axşam 1 saat yandırdıq, qalxdıq. Bir də Novxanda yayda üst-üstə 10-15 günə kondisionerə ehtiyac ola bilər. Heç 10 gün də yox. Çünki hava sərin olur da axşamlar, şəhərlə müqayisədə. Ancaq bizdə bürkü deyirik. Bürkü olanda kondisioner yandırırıq. Yoxsa belə burada kondisioner demək olar ki, yandırmırıq. Qazla bağlı, əgər bütün kombilər işləsə, qaz hardasa o da bir 150-200 manat qaz pulu yazır. Amma biz qışda şəhərdə qalırıq deyə, ancaq altı bazar bura gəlirik deyə evin kombisini söndürürük. Ancaq o bisetkanın kombisini yandırırıq, o da yazır 30-40 manat. Onun da temperaturunu qoyuruq hardasa 40-45 dərəcəyə belə. Evin həm də girən kimi sol tərəfində burada ayrıca bir otaq var. Bu mühafizə xidməti deyək ki, axıran deyək, bilmirəm, o qala bilər orada. Amma daha çox bizdə gecə vaxtı adətən sürücü ilə gələndə sürücü qalırdı orada. Yəni sürücü üçün, əslində o sürücü üçün nəzərdə tutulur. Niyə məhz bu bağı seçdiniz? Əsas səbəblərdən biri görüntü, yola yaxın olmağı, əsas yola yaxın olmağı, yolun özünün dar olmamağı. Bu bağ ərazilərində Bakıda çox yerdə gəlirsiniz, görürsünüz ki, yolu çox dar saxlayıblar. 2 maşın yan-yana keçə bilmir. Həyətə girib çıxanda əziyyət çəkirsən. Burada yəni bu küçə çox genişdir o cəhətdən. İkinci məsələ bu küçə, bu Novxanın prestijli küçələrindən biri sayılır. Üçüncüsü, yəni bu elə bir dənizə baxan axırıncı sıradır və yaxud da aşağıdan yuxarıya birinci sıradır. Yəni bundan sonra aşağıda nə qədər hündür evlər tiksələr də yenə də mənzərənin qabağını almaq mümkün deyil. Bir də evin qabağında o stansiya olduğuna görə biz bilirik ki, burada daha başqa böyük tikiliyə icazə verməyəcəklər. Yəni həmişə qabağı açıq qalacaq. Burada gündüz vaxtı elə bir günəşli olanda hər yan görsənir o öz yana, həm də axşam vaxtı xüsusi bir şey var burada, elə bir ki, mənzərə var. Elə baxanda bütün Novxanı görsənir buradan. Hətta hava açıq olanda Sumqayıtın binalarına qədər buradan görsənir. Bu evi satmaqda əsas səbəblərdən belə bir ciddi səbəb yoxdur. Əslində bir xeyir işimiz var, ona görə satmaq istəyirik. O da ki, nəzərdə tutmuşuq, əgər bu yaya qədər satıldısa, satıldı, ondan sonra ola bilsin satmıyor. Hətta müzakirə edirik ki, bəlkə bir dəfəlik, yəni həmişəlik, yəni ancaq yayda yox, elə yay qışı burada yaşayaq. İndi Pərviz bəy, əsas məsələ qiymət. Qiyməti, yəni bizim elə bir ki, biz burada bunu satmaqda yəni gəlir əldə eləmək kimi məqsədimiz yoxdur. Biz o vaxt buranı almışıq. Heç inflyasiyanı da nəzərə almırıq. Heç evlərin qiyməti ondan sonra nə qədər bahalaşıb, onu da nəzərə almırıq demək olar ki. Çünki bu ticarət məqsədi ilə alınmayıb. O yüzdən də bizə bu 550 minə bizə başa gəlib o qiymətə də satılıb bura. Burada elə bir ki, ümumiyyətlə onsuz da kimsə gəlib 15 sot burada torpaq var, onu alsa, bu tikilini tiksə, yəni siz özünüz də birisi də baxdınız. Yəni bundan daha artıq xərci çıxacaq. Mən xoşum gəlmir pafosla danışmaq, şişirtməkdən. Ola bilər 650 min çıxacaq, ola bilər 700 min çıxacaq. Amma mütləq ki 550 minə bunu eləmək mümkün deyil. Yəni bu küçədə, burada Novxanda əsas düzdür 4 küçə deyirlər, amma mən 3-ünü sayıram, prestijini sayılır. Yəni bu küçələrin heç birində torpağın bir sotu 20 min manatdan aşağı tapa bilməzsiniz. Bu 15 sot torpağın özü elə bir 300 min manat deməkdir. Plus siz nəzərə alın bunun bisetka, baseyn, ev, bunların hamısını hesablayanda bu yəni bu qiymətə sığışan bir şey deyil bu. Evdə monolit evdir, bütün ev betondan tikilib. Evin aşağı hissəsi ağlaydı, yuxarı hissəsi isə kabançik deyirlər, ondan işlənib. Oldu Pərviz bəy, təşəkkür edirəm ki, dəvət elədiniz və dəyərli fikirlərinizlə bizim izləyicilərimizlə bölüşdünüz. Sağ olun. Sağ olun.